Ədalət, hamı deyir azadlıq, hamı deyir əxlaq, hamı deyir mənəviyyat. Oğru da doğruluqdan danışır, zalım ədalətdən danışır. Bunun bir imtihan nöqtəsi varmı ki, bilinsin nə qədər bu ədalətə bağlıdır? Sadədir. Allah bir yol tərtib edib belə. Bütün nə ki insani fəzilətlər var, götürür verir bir dostunun birinə. Məsələn, adını qoyur Peyğəmbər, adını qoyur Həzrəti Əli, İmam Həsən, İmam Hüseyin. Deyirsən ki, bu qədər ağız dolusu ədalətdən danışırsan, bildik. Sənin ədalətə münasibəti hərdən biləcəm, ədalətli adama münasibəti. Sən ədalət deyib, ədalətli adamın qabağında dikbaşlıq edirsənsə, sən saxta da danışırlar. Boş sözdür, hava sözdür. Allah seçir bütün fəzilətləri, bəxş eləyir insanlara. Və deyir, sənin münasibətə baxıram. Fəzilətlər insanlardan ayrı olanda mücərrətdir, havada qalır. Orada danışmaq olur. Amma verir bir adama, deyir, indi baxım görüm, sən nə qədər ədalətə vurğunsan. Bunu biləcəm ədalətli adama münasibətindən.